Arıqlamaq istəyirsiniz, amma çəkiniz getmir. Deməli, bu səhvləri edirsiniz. Ümumiyyətlə, ac qalmaq, arıqlamaq anlamına gəlmir. Bədənimiz uzun müddət ac qaldığı zaman stresə düşür və yediyimiz qidaları əritmək əvəzinə depolamağa başlayır. Fikir vermisinizsə, uzun müddət ac qalan insanlar sonradan yeməyə başlayanda sürətli şəkildə kökəlirlər. Bu, bədənimizin stresə düşməsi ilə bağlıdır. Bütün günü ac qalıb, axşam yemək də çox təhlükəlidir. Çünki gün boyu bədənimiz ac qaldığı üçün qanda şəkərin səviyyəsi aşağı düşür və beynimiz bizdən enerji istəyir. Nəticədə isə biz axşam evə gedib çox yeyirik və kökəlirik. Arıqlamaq istəyirsinizsə təkcə idmana güvənməyin. Düzdür, idman vacibdir. Amma 1 saat qaçdıqdan sonra bir dilim tort yediyiniz zaman siz 1 saatlıq idmanı məhv eləmiş olursunuz. Bildirim ki, arıqlamağın 80% qidalanmadan, 20% isə idmandan asılıdır. Arıqlamaq istəyirsinizsə gec yatmayın. Çünki yuxu az olanda iştah artmağa başlayır. Fikir vermisinizsə yuxusuz qaldığınız günlər insan daha çox yemək yemək istəyir. Özəlliklə insanda karbohidrat istəyi artır. Bu da ki, sizin kökəlməyinizə səbəb olur. Əgər siz arıqlamaq istəyir və bunu edə bilmirsinizsə, bu zaman alfa-xoron tabletləri sizə yardımçı olacaq. Alfa-xoron bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoik turşusu və xoron maddəsi var. Bu maddələr yağ, karbohidrat mübadiləsini yaxşılaşdırır, aclıq hissini aradan qaldırır və insanın şirniyyata, çörəyə olan meyliliyini də azaldır. Bədənimizdə piy toplanmasının qarşısını alır. Əgər piylər varsa, bu piylərin yandırılmasına və enerjiyə çevrilməsinə səbəb olur. Qüvvətli antioksidant özəlliyi sayəsində isə qocalma prosesinin önünə keçir. Alfa-xoron preparatını bütün apteklərdən əldə edə bilərsiniz.